Paşinyan tezliklə Azərbaycanla sülh sazişinin imzalanacağına ümid eləyir. Bu barədə keçirdiyi mətbuat konferansında danışan Nikol Paşinyan deyir ki, Ermənistan Qarabağ daxil olmaqla Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisini tanıyır. Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konferansında bir sıra açıqlamalarla yenidən ölkəsində çaxnaşma yaradıb. Paşinyan Ermənistanın Qarabağda daxil olmaqla Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisini tanımağa hazır olduğunu deyib. Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bu dəfə açıq mətnlə bəyan edən Paşinyan ədalətinə xilaf çıxmayıb. Ammalı, lakinli cümlələr quraraq bulanıq suda balıq tutmağa çalışıb. 86,6 kilometrə. Bugünkü hakimiyyətin nə deməsindən asılı olmayaraq, Ermənistanın bütün hökumətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bəli, Ermənistan Azərbaycanın Qarabağ daxil olmaqla 86,6 min kvadrat kilometrlik ərazisini tanımağa hazırdır. Bir şərtlə ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi təmin olsun. Bu məsələ üçün beynəlxalq təminatların yaradılması vacibdir. Paşinyan anklavlarla bağlı sualı da cavablandırıb, amma təbii ki, yenə də özünə məxsus tərzdə. Anklavlar məsələsinin həlli üçün bir neçə variant var. Onlardan biri xəttin hər iki tərəfindəki anklav ərazilər yerləşdikləri tərəfin nəzarətində qalır. Digər variant isə odur ki, sülh müqaviləsi imzalanandan sonra anklavlar hər iki tərəfin suverenliyinə qaytarılır. Siyasi nöqteyi nəzərdən bu mövqedir, lakin məsələnin hüquqi aspekti hələ dəqiqləşdirilməlidir. Paşinyan Azərbaycanla sülh sazişinin tezliklə imzalanacağına da ümid etdiyini bildirib. Vaşinqton danışıqlarından ən mühüm nəticə ondan ibarətdir ki, tərəflər öz narahatlıqlarını və etimadsızlıq səbəblərini bildirərək qarşılıqlı açıq ünsiyyət qurmağa başlayıblar. Görüşlərin vacib xüsusiyyəti dialoqun üslubudur. İndiyə qədər tərəflər arasında baş verməyən nüanslar yaranıb. Ermənistan baş naziri azaraq əsir düşən hərbçilərimizin ekstradisiyası barədə də danışıb. O bildirib ki, biz yolu azmış azərbaycanlıları sadələşdirilmiş qaydada geri qaytarmağa hazırıq və bütün bunlar hüquqi proseslər vasitəsilə həyata keçirilməlidir. Rüstəm Mikayılzadə, Röya Qarabağlı, AzTV xəbər.